Paşa Holdingin təşkilatçılığı ilə Business Talks by Paşa Holding platformasının ilk tədbiri keçirilib. Platforma müasir biznes dünyasında baş verən əsas tendensiyaların, çağırışların və strateji yanaşmaların müzakirə olunduğu peşəkar dialoq və fikir mübadiləsi mühitidir. Məqsəd yerli iqtisadiyyat iştirakçıları ilə yenilikləri və trendləri müzakirə etmək, təcrübə paylaşmaq və peşəkarlar arasında şəbəkələşməni gücləndirməkdir. Eyni zamanda dövlət və özəl sektor arasında əməkdaşlığı təşviq edəcək bir platformanı təqdim edirik. İlk açılış tədbirimizin mövzusu dayanıqlı maliyyə mövzusu oldu. Amma növbəti mövzular ölkəmizin iqtisadiyyatının iştirakçılarının tələblərinə uyğun olaraq müəyyənləşəcək. Tədbir Paşa Holdingin təşkilatçılığı və EY Azərbaycan, S&P Global, eləcə də Bakı Fond Birjası şirkətlərinin tərəfdaş dəstəyi ilə keçirilib. Burada 2 panel müzakirəsi və 1 interaktiv dialoq sessiyası baş tutub. Panel müzakirələrində ESG və kredit reytinqləri, hesabatlılıq və risklərin idarə olunması ilə bağlı beynəlxalq və yerli ekspertlər öz təcrübələrini bölüşüblər. Spikerlər arasında özəl sektor təmsil edən müxtəlif təşkilatların nümayəndələri yer alıb. Müzakirələrdə ESG-nin biznesə təsiri, korporativ reytinqlərə təsir edən amillər, yeni hesabatlılıq tələbləri və gələcək risklər təhlil edilib. Business Talks by Paşa Holding platformasının növbəti tədbirlərində də biznes aləmini maraqlandıran strateji və aktual mövzuların müzakirəsi planlaşdırılır.